Bakı Dövlət Universiteti və Türkiyənin Kilis 7 Aralıq Universitetinin birgə təşkilatçılığı ilə EMID World İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər üzrə 3-cü beynəlxalq konfransın açılış mərasimi keçirilib. Missiyas xəbər verir ki, açılış mərasimində Azərbaycan-Türkiyə səfirliyinin nümayəndələri, müxtəlif ölkələrin universitet rektorları, millət vəkilləri, ziyalılar iştirak ediblər. Tədbirdə bildirilib ki, Bakı Dövlət Universiteti və Kilis 7 Aralıq Universiteti arasında formalaşan əməkdaşlıq münasibətləri təkcə iki ali təhsil müəssisəsini bir araya gətirmir. Türkiyə və Azərbaycan arasında mövcud olan strateji müttəfiqliyin elm və təhsil müstəvisindəki təzahürünü nümayiş etdirir. Artıq BMT-nin dayanıqlı inkişaf məqsədləri, iqtisadi rifahın davamlılığı, sosial bərabərlik, yaşıl keçid və texnoloji innovasiyalar kimi anlayışlar ölkələrin inkişaf strategiyalarının əsasını təşkil edir. Bu baxımdan Azərbaycan və Türkiyə iqtisadiyyatları arasında qarşılıqlı təcrübə mübadiləsi, ortaq araşdırmaların aparılması və birgə layihələrin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. İki universitet arasında qurulan əlaqələr qarşılıqlı elmi əməkdaşlıq, akademik mübadilə və ortaq tədqiqat istiqamətlərinin inkişafına yönəlir. EMID World olarak Bakü'de olmaktan çok mutluyuz, gururluyuz. İki devlet, tek millet olmanın gururunu, mutluluğunu yaşıyoruz. Gelecek kongreleri de yine Türk dünyasında düzenlemeyi planlıyoruz. Yani bu şekilde çalışmalarımıza, akademik çalışmalarımıza devam edeceğiz. Qeyd edilib ki, konfransda 33 ölkədən alimlər, tədqiqatçılar, eləcə də dövlət biznes qurumlarının nümayəndələri iştirak edir. 2 günlük konfrans çərçivəsində iqtisadiyyat, dövlət maliyyəsi, biznesin idarə edilməsi, beynəlxalq ticarət və maliyyə, əmək iqtisadiyyatı, logistika, turizm menecmenti, idarəetmə informasiya sistemləri və digər sahələr üzrə elmi məruzələr dinləniləcək və müzakirə olunacaq. İlahə Qəmbərli, Çingiz Abdullayev, Missiya TV.